Masallı rayonunun Qızılağac kəndində yanğın baş verib. Seyid Mirhəsən ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Cəmaləddin Həsənağaoğlu evinin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehmanoğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib, nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər. Hadisə yerinə müvafiq qüvvələr cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmamışdır. Hadisə yerinə Masallı rayon icra başçısı Araz Əhmədov, mühafizə orqanları və rəhbər şəxslər gəlmişdir. Faktla bağlı araşdırma aparılır. Təəssüf ki, qəddar alovlar bu fədakarlığa rəhm etmədi. O nəvəsini oddan qurtara bilmədi. Amma bütün dünyaya sevginin ölümdən güclü olduğunu sübut etdi. Səsləndirdi. Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə Efrə verdi. Haqq Səsi TV1-in direktoru Elxan Müzəffəroğlu.